Azərbaycan muğam sənətinin qorunmasında, inkişafında, geniş vüsət almağında Baba Mahmudoğlunun öz mövqeyi, öz yeri var. Ona görə də baba mənim üçün hər şeydən əvvəl böyük xanəndədir. Teymur Bünyadov, akademik. Baba, muğam və xalq mahnılarından əlavə dünya klassiklərinin əsərlərini də gözəl ifa edirdi. O, öz sənətinin dərin, kamil bilicisi, alim və həm də öz sənətinin babası oldu. Lütfiyar İmanov, xalq artisti. Mən onun sənəti ilə insanlığının, şəxsiyyətinin bütövlüyünü görə bildim. Ondan çox şey öyrəndim. O elə bir iz qoydu ki, sonralar xatırlana bilsin. Hafiz Quliyev, əməkdar incəsənət xadimi. Baba Mahmudoğlu qədim Oğuz türklərinin məskəni olan Qazax mahalının nağıllar aləminə bənzəyən, əsrarəngiz təbiəti ilə adamı məftun edən Muğanlı kəndində doğulmuşdu və el havalarının təsiri altında boya başa çatmışdı. Uşaqlıqdan bu yerlərin bənzərsiz gözəlliyini və bu gözəlliyi tərənnüm edən aşıq musiqisini duyub beynində həmişəlik həkk etmişdi. Təbiətin füsunkar gözəlliyinin, el havalarının cəzbedici təsiri idi ki, taytuşları o əlçatmaz və qayğısız uşaqlıq, yeniyetməlik çağlarını bütün dəcəlliyi, çılğınlığı ilə yaşayanda, baba uşaqlardan ayrılıb şeir yazırdı. Bax, bu da taleyin pıçıltısı idi. İlk şeirləri məktəbli təxəyyülünün məhsulu olsa da maraq doğururdu. Bu şeirlərdə babanın xarakteri, sentimentallığı, çılğınlığı özünü göstərirdi. Bu xüsusiyyətlər onun səsinə də hopmuşdu və nəzərə alanda ki, babanın uşaqlıq illəri təbiətin qoynunda keçib, onu əsrarəngiz gözəlliklər əhatə edib, onda bu səsin gücünü daha dərindən hiss edirik. Babanın üstünlüyü bir də onda idi ki, gözəl zəkası, idraki, iti və çevik ağlı vardı. Onun çalışqan, bilikli, əlaçı şagird kimi səsi sorağı bütün Qazax mahalına yayılmışdı. Bakıdan məktəbə gələn təhsil üzrə nümayəndə heyətləri babanın biliyinə heyran olurdular. Onların gözü qarşısında baba yuxarı sinif şagirdlərinə astronomiya, fizika və həndəsədən dərs deyirdi. O vaxt rayon və respublika qəzetlərində bu qeyri-adi yaddaşa, elmə, biliyə malik uşaq haqqında çoxlu məqalələr yazılmışdı. Bu ağıllı baba orta məktəbi gümüş medalla bitirib dəqiq elmlərə üstünlük verdi. Bu sahədə onu böyük uğurlar gözləyirdi. Lakin o yolunu musiqiyə sarı çevirdi. Babanın ağıllı, tədbirli, uzaq görən Məhəmməd dayısı uşaqlıqdan onun musiqi istedadını duymuşdu. Odur ki, çox vaxt patefonu qoşur, valları bir-bir oxudaraq xalq mahnılarını babaya öyrədirdi. Sonralar baba özü sərbəst bu işlə məşğul olurdu. ...1962-ci ildə Baba Mahmudoğlunun həyatında
ən əlamətdar hadisələrdən biri baş verdi. 22 yaşlı gənc maestro Niyazinin təşəbbüsü ilə opera və balet teatrında dahi Üzeyir Hacıbəylinin Leyli və Məcnun əsərində baş rolun ifası üçün elan edilən müsabiqədə 153 nəfərin arasından seçildi. Baba Mahmudoğlu bu hadisəni belə xatırlayırdı. Mən muğamı ifa eləyəndən sonra Niyazi məni yanına çağırdı. Ustad tarzənimiz Bəhram Mansurov, teatrın baş rejissoru Şəmsi Bədəlbəyli də onlarla idi. Mənə əl uzadıb salamlaşdı və dərhal soruşdu. Nə sənətin sahibisən? Dedim, mühəndisəm. Sənaye institutunu bitirmişəm. Harada işləyirsən? Dedim, Leytenant Şmit adına zavodda konstruktoram. Bir də diqqətlə mənə nəzər yetirdi və soruşdu. Neçə kiloqram çəkin var? Dedim, 48 kiloqram. Dedi, bu uşağa baxın. Səsi çəkisindən 56 dəfə ağırdı. Sonra məndən soruşdu. Muğamlardan xəbərdarsan? Mən 1957-ci ildən Seyid Şuniskinin muğam sinifinin dinləyicisi olduğumu, qeyri-rəsmi olaraq ondan dərs aldığımı, muğamları öyrəndiyimi bildirdim. Sonralar Niyazi yazacaqdı. Opera və balet teatrında iştirak elədiyim müsabiqədə birinci yeri tutan Baba Mirzəyevin möcüzəli səsi məni heyran etdi. Səsindəki billurluq, məlahət, heyrətamiz çeviklik təqdirə layiqdir. Bax, beləcə gənc babanın aktyorluq və müğənnilik taleyinə yol açıldı. O ilk dəfə səhnəyə Leyli və Məcnun operasında Zeyd rolunda çıxdı. O, sənət aşıqı idi və öz taleyini yaşayırdı. 1969-cu ildə opera və balet teatrında Leyli və Məcnun operası yeni quruluşda hazırlandı. Rejissor Firudin Səfərov Leyli roluna Nəzakət Məmmədovanı, Məcnun roluna isə Baba Mirzəyevi dəvət edir. Sənətə qəribə taleyi və qəribəlikləri ilə gələn gənc xanəndənin Məcnunu ona qədər oynanılan bütün Məcnunlardan fərqli idi. Baba Məcnunu oynamırdı, bu rolu yaşayırdı. Səhnəyə çıxanda baba yox olurdu. Artıq səhnədə yalnız Məcnun vardı. Onun Məcnunu dinamikliyi, çevikliyi ilə seçilirdi. Ümumiyyətlə baba qeyri-adi oyunu ilə fərqlənirdi və bu qeyri-adilik sənətə olan böyük məhəbbətdən irəli gəlirdi. O tamaşanı müxtəlif rejissorlarla hazırlamışdı. Amma hər dəfə səhnəyə sanki Məcnunu ilk dəfə oynayırmış kimi çıxırdı. Baba Məcnunda özünü tapmışdı. Ona görə də onun Məcnunu ən yadda qalan Məcnunlardan biridir. Baba Mahmudoğlu deyirdi. Ey dünyanın insanları, sevməyi bacarın. Sevgini axıra qədər saxlamaq üçün dəyanət lazımdır. Məcnun dəyanəti. Mən Məcnunu dünyanın ən böyük qəhrəmanı sayıram. Çünki Məcnun qılıncsız, qalxansız,
ordusuz, topsuz, tüfəngsiz bəşəriyyətin nadanlığına qalib gəldi. ...1969-cu ildən başlayaraq Baba Mahmudoğlu, Müslüm Maqamayevin Şah İsmail, Üzeyir Hacıbəylinin Əsli və Kərəm, Zülfüqar Hacıbəyovun Aşıq Qərib, Şəfiqə Axundovanın Gəlin Qayası, Cahangir Cahangirovun Xanəndənin Taleyi operalarında baş rolları yüksək sənətkarlıqla ifa edir, operada neçə ömür, neçə taley yaşayırdı. Bayramlarla atlas gelərlər, pozulmaz yaşıl alı Təbrizim, pozulmaz yaşıl alı Təbrizim. Təbrizin ətrafında meşədir, içində əyləsən xanlı paşadır, içində əyləsən xanlı paşadır. Baba Mahmudoğlu o qədər hissiyatlı, o qədər güclü sənətkar idi ki, tərəfdaşlarına oynamaq üçün bütün imkanları yaradırdı. Onun bütün həyatı teatrla, səhnə ilə bağlı idi. Gəlin Qayası operasının premyerasında ulu öndərimiz Heydər Əliyev də iştirak edirdi və tamaşadan sonra aktyorlarla görüşüb onları təbrik etmişdi. Böyük bəstəkarımız Qara Qarayev Baba Mahmudoğlu haqqında demişdi. Müğənni klassik muğamlarımızı tar və kamançanın vasitəsilə ifa edir. Amma bunu yüksək səviyyədə orkestrla səsləndirmək hər müğənninin hünəri deyil. Mən babanın bu xüsusiyyətinə valeh oldum. Dahi Üzeyir Hacıbəyli Koroğlu operasını Ölməz Bülbül, Çaykovski Qaratoxmaq qadın operasını Figner, Cahangir Cahangirov isə Xanəndənin taleyini məhz Baba Mahmudoğlunun ifası üçün yazmışdılar və bu dünyada opera tarixində hələlik 3-cü dəfə təkrarlanan belə maraqlı və mühüm hadisədir. Bir hübabəm ki həvadan doludur pirhənim. Edəməm tərki Füzuli, edəməm tərki Füzuli, aman sərkuyin yarım. Məhz Xanəndənin Taleyi operasından sonra 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Baba Mahmudoğlu əməkdar artist, bundan 10 il sonra isə xalq artisti fəxri adına layiq görüldü. Baba Mahmudoğlu xalq mahnılarını ehtiraslı oxuyurdu. Unudulmuş mahnılara yeni həyat verirdi. O xalq musiqisinin estetik çalarlarını başa düşürdü. Musiqinin rəngini duyurdu. Hər bir xalq mahnısına o öz möhürünü vurmuşdu.
özü həmişə deyirdi. Xalq mahnılarını oxuyan müğənnidən özəl səs, yüksək istedad, daxili duyum, yüksək intellekt və böyük ziya tələb olunur. Mən nə dedim küstüm mənim sözümdən, sevirəm acıyram, acıyram sana, sevirəm acıyram, bana ey, bana ey, bana ey, bana ey, bana, sevirəm acıyram, bana ey, bana ey, bana ey. Baba Mahmudoğlu həyatı və musiqini dəlicəsinə sevirdi. Dərin idrak bu sevgini daha da mənalı etmişdi. Zəngin mütaliəsi, anadan gəlmə savadı və fantaziyası, həyata fəlsəfi baxışları onun hamıdan fərqli bir xanəndə olmasının nişanələri idi. Səhnədə ifa zamanı Baba Mahmudoğlunun üzündəki mimika, yalnız ona məxsus ştrixlər və jestlər mahnının mətnindən daha çox rəmzi simvolik məna daşıyırdı. O klassik poeziyanı o qədər dərindən başa düşürdü ki, oxuyanda ruhla hisslərin belə harmonik vəhdətinə heç kəs laqeyd qala bilmirdi. Ən soyuq ürəkləri belə riqqətə gətirməyi bacarırdı Baba Mahmudoğlu. Gəl, 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 gəl mənim Leylam, gözlərinə olmuşam heyran. Gəl, 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 gəl mənim Leylam, gözlərinə olmuşam heyran. Mən aşıq qəlbiyləndi, ay doğdu qəlbiyləndi. Mən aşıq qəlbiyləndi. Onun ifa etdiyi bir mahnı vardı. Mən bu dünyada olmayanda. Çox maraqlıdır. Bu mahnını elə oxuyurdu ki, sanki öz taleyinin sonunu görmüşdü, hiss etmişdi. Mən dünyada olmayanda, mən dünyada olmayanda, mən dünyada olmayanda. Göyün üzünə mavi dumandan tül örtük çəkilmişdi. Bəmbəyaz, talı pambıq buludlar, durnalar kimi səmada qanad saxlamışdı. Baba oxuyurdu. Mavi dumanlar içində qıpqırmızı xınalı saçları pərişan buludlar da göylərin dərinliyindən qulaq kəsilmişdi. Baba oxuyurdu. Günədə mənəm gələn dərdi fələk, vay, 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 vay. Dünyanın şah misralarına, dağ havalı səs ofsunu bir naxış bəzək vururdu. Tanrının verdiyi səs göylərin 7 qatından keçib bir topa dumana, bir əlçin buluda çevrilirdi. Baba oxuyurdu, üzü göylərə, üzü ucalığa oxuyurdu. Minlərlə qəlbdə özünə doğmalar tapmışdı bu səs. Qazax elatı aşığa, saza çox bağlıdır və Baba Mahmudoğlu aşıq yaradıcılığını, poeziyasını çox yaxşı öyrənmişdi. O, uşaqlığından toyda, mağarda belə bir ecazkar musiqi ilə böyümüşdü. Onun mahnı repertuarına baxsaq, folklorumuzun təbliğindəki rolunu qiymətləndirməyə bilmərik. Mən sizə demək istəyirəm ki, aşıq musiqisini klassik formada, sazla bir yerdə Azərbaycan xalq çalğı ansamblına mən gətirmişəm. İlk dəfə qəhrəmanı ilə.
1980-ci ildə Baba Mahmudoğlu ilk dəfə dastan folklor ansamblını təşkil edərək bura ney, cəng, rübab, gəranay və saz kimi qədim musiqi alətlərini daxil etmişdi. Ansamblə milli geyimi də Baba Mahmudoğlu gətirmişdi. Bu ansambl Azərbaycan mədəniyyətinin inkişafında öz rolunu oynadı. Baba Mahmudoğlu həm də çoxdan unudulmuş mahnıları axtarıb tapırdı. Bu mahnılara yeni nəfəs verərək oxuyurdu. Ənliyi məndən küsmə cümədən ay bala gəlin. Üzü səndən ənliyi məndən küsmə cümədən ay bala gəlin. İsmi Pünhan dilinə qurban, dilinə qurban. Dilinə qurban, dilinə qurban. Belin ağrıyır, belinə qurban, belinə qurban. Belinə qurban, belinə qurban. Beli səndən kəməri məndən küsmə cümədən ay bala gəlin. Beli səndən kəməri məndən küsmə cümədən ay bala gəlin. Baba Mahmudoğlu'da həm liriklik, həm dramatiklik, həm də komiklik vardı. Dramatikdir ona görə ki, Məcnundur o. Komikdir, çünki Koroğlu'da Təlxəkin obrazını ustalıqla yaratmışdı. Həm də qəhrəmandır o, təkcə ona görə yox ki, Şah İsmail'i oynayırdı. Onun səs çalarlarında və davranışında qəhrəmanlıq motivləri vardı. İnsanlığı, sənətkarlığı və şəxsiyyəti yüksək olan bir vətəndaşdır o. Fransada qastrol səfərində olarkən onun səsinə valih olmuşdular. 3 oktava yarım, dünyada nadir olan, çox az sayda insanlara məxsus bu səsin cazibə qüvvəsi olduqca böyük idi. Bulanıqdır içilməz, mənə deyən yardan keç, yar şirindir keçilməz. Mənə deyən yardan keç, yar şirindir keçilməyər. O yana döndər məni, bu yana döndər məni. O yana döndər məni, bu yana döndər məni. Ürəyim yaralıdır, təbibə göndər məni. Ürəyim yaralıdır, təbibə göndər məni. Dünyada nə qədər yaxşı adam var, yaxşılıq insanla əkiz doğulur. Ən yaxşı adamlar, yaxşı adamlar nədənsə dünyada oxşarsız olur. Yaxşılar hərəsi bir cürə yaxşı, hər əsr yaxşını yetirə bilmir. Naqislər, külüngü, pislər yaxşının izini itirə bilmir. Gələnlər, gedənlər sığmıyır saya. Dünya bu minvalla dolur, boşalır. Nə qədər yaxşılar gəlir dünyaya. Yenə yaxşıların yeri boş qalır. Bəzən vaxtsız ölüm kəsir qapını, nə qocalıq qalır, nə gənclik qalır. Dünyadan doymuşam deyən kəs hanı, bir insan qəlbində min arzu yanır. Tanrı istədiyi vaxt verdiyini alır da. 2006-cı il dekabrın 6-sında Baba Mahmudoğlu 66 yaşında bu dünyaya əlvida dedi. Baba Mahmudoğlu'nun sənət taleyi təzadlarla zəngin idi və bu təzadları səsinin çalarlarında son nəfəsinədək yaşatmışdı. Dünyaya sənətinin məcnunu kimi gələn böyük xanəndə səhnəmizin məcnunu kimi də getdi. Ondan yadigar qalan mahnılar, lentlərə köçmüş rollar, bir də özünün öz əli ilə yazdığı həyat düşüncələridir. Bu əlyazmalarla tanış olmaq iznini xanəndənin ömürgün yoldaşı Amalia xanımdan aldıq. Həyat yoldaşına olan qibtə ediləsi böyük məhəbbəti, dərin hörməti bu qadını gözümüzdə ucaltdı. Baxışlarına, hərəkətlərinə babasızlığın kədəri çökmüş Amalia xanım danışdıqca gözümüzdə vəfa, sədaqət heykəlinə çevrilirdi. Ay qız, al yaşam, bəsləməkdir eşqi, daim peşəm. Atacaqdın məni sevdin, söylə bəs neçin. Doldur eşqi şərbət kimi ver için. Söylə, söylə, sənə belə oldu ya. Dahilər öz zəmanəsində yaşayan insanlardan
Zəkası, idraki, təfəkkürü və istedadı ilə fərqlənirlər. Adi insanların ağlına belə gəlməyən və onların görmək istədiklərinin qeyri-mümkünlüyü çərçivəsindən kənar heyrətamiz kəşflər yaratmaq ancaq dahilərə məxsusdur. Onlar insanları əmin-amanlığa, gözəlliyə, yaxşılığa, xeyirxahlığa səsləməklə Ulu Tanrının tapşırıqlarını kiçicik də olsa özünə məxsus şəkildə yerinə yetirir və Tanrının buyurduğu ölçüdə böyüklük zirvəsinə yüksəlirlər. Baba Mahmudoğlu da bu zirvədə idi. Olmayanda mən dünyada olmayanda mən dünyada olmayanda